Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir izləyicilər. Bir sual və cavab layihəsində yenidən birlikdəyik. Verişimizdə isə qonağımız ilahiyyatçı Hacı Sahib Məmmədovdur. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür ederim. Biz təşəkkür edirik. Son günlərdə cəmiyyətimizdə ehsanla bağlı böyük müzakirələr gedir. Hətta bəzi rayonlarda, belə deyərdim, ehsan yığışdırılıb. Çay və qənd, belə deyək, arasında belə verilir ehsan. Ehsan haqqında istəyirəm biraz müzakirə aparaq. Sualım da bundan ibarətdir ki, ehsan deyəndə nə başa düşülür? Yəni, maddiyyat mı deyək, mənəviyyat mı deyək? Yəni, bu ehsanın insanın həyatında nə kimi rolu var? Bəli, ehsan gözəlləşdirmək, gözəl etmək, gözəl iş görmək deməkdir. Yəni, hüsn, həsən sözündəndir. Quran-ı Kərimdə də işlənən bir sözdür və hətta Allah Teala o sevdiyi insanları təqdim eləyəndə ki, Allah hansı insanları çox sevir, bir yerdə də buyurur ki, İnnəllaha yuhibbul muhsinin. Allah ehsan edən insanları sevir. Ehsan etmək, əlbəttə muhsin sözü, yəni insanın o yaxşılıq dərəcəsinə çatmasına deyirlər. Ola bilər ki, bir insanın əməli yaxşıdır, amma özü yaxşı deyil. Allah da yaxşı əməli ona görə deyib ki, yerinə yetirin ki, o yaxşı əməl axırda insanın özün yaxşı eləsin. Yəni, bir var yaxşı əməl, bir də var yaxşı insan. Bəli, insanın ola bilər əməli yaxşı olsun, amma özü yox. Yaxşı əməlləri çox görmək ona görədir ki, axırda gətirib insanı yaxşı eləsin ki, yaxşı insanlara da muhsin insanlar deyirlər. Quran-ı Kərimdə həmin o ayə o mənadadır. Bəli, ehsan etmək təkcə elə maddiyyatla deyil. Ehsan etmək, yəni gözəl iş görmək, yaxşı iş görmək. Yaxşı işlər, gözəl işlər də çoxdur. Sadəcə birinə yemək vermək, birinə su vermək, birinə hansısa məsələn çay vermək fərqi yoxdur. Hüzür məclisində olsun, qeyri-hüzür məclisində olsun. Yəni əsasən indi ehsan deyəndə yas məclislərində verilən yemək nəzərdə tutulur. Yəni biz o ehsan anlayışı ki, çox geniş bir anlayışdır. Biz onu gətirib məhdud eləmişik ancaq yas məclisində verilən yeməyə. Amma bu əslində belə deyil. Ehsan, yəni gözəl bir iş görmək, yaxşı bir iş görmək, bu ümumi anlamdadır. Məsələn, kiməsə pul vermək də ehsandır, kiməsə xoş söz demək də ehsandır. Hətta məsələn, o xoş söz deməyin ehsanlığı pul verməkdən daha yəni, önəmlidir. Quran buyurur ki, verdiyiniz sədəqələri minnətlə, əziyyətlə batil etməyin. Qavlun ma'ruf xeyrun min sadaqatin yetba'uha əzən. Yəni sözümə ayə olaraq dəlil gətirirəm ki, gözəl söz söyləmək birinə, o əziyyətli, minnətli sədəqədən, ehsandan nədir? Üstündür. Yəni bir çox yerlərdə mənəvi ehsan, maddi ehsandan daha üstün görülür. Məsələn, birinə yol göstərmək və yaxud da birinin əlindən tutmaq. Bax, bunlar hamısı o mənəvi ehsanlardır. Birinə elm öyrətmək, savad öyrətmək. Məsələn, Quran buyurur ki, Peyğəmbər buyurur ki, xeyrukum mən təalləməl Qur'an və əlləmə. Sizin ən xeyirləriniz Qur'anı öyrənib öyrədəndir. Yəni, bu ehsan sözünün içərisində çox mənalar var. Bəli, onlardan biri də kiməsə taam vermək, kiməsə yemək vermək ki, dinimizdə də bəyənilən bir işdir. Məsələn, imam məclislərində ehsan vermək və yaxud da məsələn, iftarda kiməsə yemək vermək, bunlar bəyənilən bir işdir. Yəni, demək olmaz ki, bunlar heç bir bəyənilmir. Yəni, hətta məsələn, Quranın özündə də var ki, ət'imu, məsələn, təam verin, doyuzdurun, məsələn. Hətta kəffarə olaraq, məsələn, biri orucun batil eləsə, kəffarə olaraq 60 nəfər fəqirə taam vermək. Yəni, dinimizin özündə taam verməyin də üstün dərəcələri var. Məsələn, Mövlud günlərində, Qədirxun bayramında hədislərdə gəlir ki, məsələn, hər kəs möminə taam versə Qədirxun bayramında elə bir Peyğəmbərə taam verib. Ki, o taam verməkdən də yerlərindən də biri yas məclisində, məsələn, gələn qonağa taam verir. Amma burada bir məsələ var ki, insan gərək israf etməyə. Kulu vəşrəbu və la tusrifu. İnnəhu la yuhibbul musrifin. Yeyin için, amma israf etməyin. İsraf etməyin. Yəni, bəyənilməyən şey o israfdır. Və bir də kiminsə narahatçılığı üzərində
kiminsə narazılığı üzərində verilən ehsandır, verilən taamdır. Məsələn, mən burada kiməsə taam verdim, kiminsə qarnını doyurdum, yəni özüm üçün bir məclis qurdum və yaxud da yas məclisi olsun. Amma bu, kiminsə narazılığı üzərindədir. Tutaq ki, məsələn, ət aldım, deyək ki, o ət satan adamı incitdim, qaldım ora borclu və o başladı məsələn məndən tələbkar olmağa və mən onun pulunu verə bilmirəm və yaxud da başqasının pulunu verə bilmirəm. Nə var, məsələn, mən ehsan elədim, amma ehsanı kiminsə narazılığının üzərində qurdum. Bax, din buyurur ki, bu olmaz. Kiminsə narazılığının üzərində, kimisə incitmək üzərində, kiməsə əziyyət vermək üzərində və yaxud da o şəkildə ki, israf olsun, bəli, bu dinimizdə buyurur ki, yol verilməzdir. İnsan, bəli, indi bəyək siz dediniz, kiməsə çay verirsən, bir qənd qoyursan, nə bilim, bir qoğal qoyursan qabağına, bunun özü də ehsandır. Və bu ehsan yaxşıdır o ehsandan ki, insan məsələn borca xərcə düşəcək, o ehsanı eləyəcək və nəticədə də borcu xərci verməyən də borc sahiblərini başlayacaq incitməyə. Yəni bu, o şöhrət əsasında, öz mənafeyinin əsasında qurulan ehsandan çox-çox yaxşıdır ki, insan öz səviyyəsini gözləyə. Səviyyəsi nədirsə, o səviyyədən yuxarı hərəkət etməyə. Məsələn, ehsan verir biri, çox gözəl. Amma sənin şənüvə uyğun nədirsə, onu elə. Burada şöhrətə, şana və yaxud da dediyimiz kimi kiməsə əziyyətə ehtiyac yox. Din onların, belə deyək, qarşısını alır, onlara qadağa qoyur. Bax, ehsan, yəni ümumiyyətlə insan elə gedib bu ehsandansa, digər o vacibi, lazımı ehsanları eləsə, məsələn, yetimə bir paltar versə və yaxud da bir kasıb birisinə məsələn kömək eləyib, onu oxutdursa və yaxud da dinin inkişafına, başqa işlər ki, orada həqiqətən də dinin və cəmiyyətin inkişafı var, oralara xərclənsə pul daha yaxşı ehsan olur. Çox sağ olun. Təşəkkür edirik.